Salam hörmətli dostlar, hər birinizi xoş gördük. Yeni dərsimizdə, yəni bu dərsimizdə biz indiyə qədər keçdiyimiz, yəni F-testə qədər keçdiyimiz bütün o parametr qiymətləndirilməsini həyata keçirmək üçün bir data üzərindən, bir deməli informasiya üzərindən bunu yoxlamağa çalışacağıq. Yəni bir-bir qiymətləndirmələri yoxlamağa çalışacağıq. Belə bir, yəni əlimizdə bir data var, yəni food belə deyək də datası var. Bu data, yəni R proqram təminatında, R paketi deyək də, R proqram təminatında deməli əvvəlcədən yəni qurulmuş bir modeldir. Bu daha çox sizə yəni tövsiyə etdiyim kitab vardı. Yəni deməli Principles of Econometrics kitabından, yəni onların özünün yəni bir datası var. O dataya yəni əldə etmək üçün belə deyək də GitHub deməli belə bir deməli platforma var. Bu GitHub'dan arada girə bilir. Bəli. GitHub'da onların belə deyək paketləri var daha doğrusu. Onun adını belə qoyaq da Colonescu. Əslində belə olmalıdır, səhv etmirəmsə. Colonescu. Okay. Yəni ki, belə yaza bilərik də. The Principles of Econometrics. The Principles of Econometrics. Okay. Bunların bir package olmalıdır. Daha doğrusu bir repoları olmalıdır. Səhv etmirəmsə. Məsələn, qalanda buradan da əldə etmək olar da. Mən indi kitab hissəsindən görüm, onu tapa bilirəmmi? Onların kitabında da olmalıdır o. Özləri, yəni ona link verirlər həmişə. Tak. Deməli, datanı hardan əldə etdiklərindən bağlı linkləri var. Repoları həmişə burada olur. Gəlin mən Lab Introduction hissəsinə girim. Deməli, baxın, belə bir yəni saytdan, yəni onu əldə etmək olar. PO data, belə deyək də, onun adı belə gedir, yəni belə qoyaq. Okey, bəli, buradan belə bir onların package-ləri var. Onlar deməli bu kitabın, yəni burada sizə göstərdiyim kitabın, yəni Principles of Econometrics kitabının, bu kitabın reposunu, yəni burada qoyublar, yəni hazır repoları var bununla bağlı. Burada əlbəttə ki, həmin o datalar burada yerləşir, burada yaşayır. Həmin data və buradakı datadır, food datasıdır, səhv etmirəmsə, buradan qabağa getsə. Okey, bu datadır. İndi bunun burada bilməm açmaq olurmu, olmurmu, yəni əldə etmək mümkündürmü, deyilmi? Lakin bunu yəni R paketində, onların R deməli paketində belə bir proqram təminatı, onların bir şeyi var. Deməli, library'si var. Bunu verə bilərəm, mən sizə göstərə bilərəm. Tak. R. POE data olmalıdır. Principles of Econometrics data. Bu, bilməm oradan görünürmü, yoxsa yox. Çünki çox kiçikdir bu. Buradan göstərməyə çalışım. Amma görürsünüz, onların dataları burada var. Yəni, kitabda istifadə olunan bütün dataları onlar burada yerləşdirirlər. Hər hansı bir dataya buradan onun, belə deyək də, dokumentasiyasına baxa bilərik. Yəni, onun əldə etdiyiniz datanın dokumentasiyasına baxaq. Deməli, food datasıdır. Belə bir datadır. Yazılıb burada. Baxın. Deməli, 40 dənə observation var burada. 40 F təsərrüfatından götürülüb hər halda. A data frame with a Fourier observation on the following two variables. Food expenditure, weekly food expenditure in dollars and weekly income in $100. Yəni, $100 ölçülən onların gəlirləri, həmçində weekly food expenditure, yəni bir həftədə onların nələridir, deməli, xərcləri deməkdir. Nə qədər onlar, deməli, xərcləyirlər. Yəni, qida xərcləri olsun, ümumiyyətlə də qidaya xərcləridir bunlar. Okay? Burada verilir. Bəli ki, income burada $100 ölçülür. İstəsəniz, əgər sizin üçün çox belə, yəni narahat edici olsa, bunu vura bilərsiniz 100-ə formada. Yəni bəlli olacaq ki, bunların weekly income nə qədərdir burada göstərəcək. Düşünürəm ki, buna bir ehtiyac yoxdur, elə bu kifayət edir. Mən bunu çıxıram. Bu datanı mən hara inteqrasiya edəcəm? Əlbəttə ki, yəni bizim daha çox istifadə etdiyimiz proqram təminatlarından biri, yəni EVUS'a inteqrasiya etməyə çalışacağım və buradan biz
həmin parametrin qiymətlənilməsi buradan baxacaq. Deməli, əvvəlki kimi gəlirik, yəni file hissəsindən import file veririk, from file. Desktop hissəsində bizdə belə bir, yəni data package var idi. Yəni bayaq dediyimiz kimi food götürürük və datada bir problem yoxdur. Sadəcə yəni əldə edirik burada. Hər iki data burada var. İlkin olaraq yəni bu datalara baxmaq lazımdır. Food expenditure yəni bir də baxırıq. Heç bir problem yoxdur. Heç bir boşluq falan yoxdur. Həmçinin income-a baxmalıyıq. Biz income-la bağlı bir problemimiz yoxdur. Bizim münasibətimiz yəni data ilə, yəni belə deyək də, bir datanın digər data arasında münasibətə baxmaq üçün ilkin olaraq yəni bu datanın yəni nəyinə baxmaq lazım? Məsələn, income dataya baxırıqsa ilkin olaraq bunun deskriptiv statistik göstəricilərinə baxmalıyıq. Yəni prinsipcə aşağı yuxarı yəni normala yaxın bir belə deyək də paylanma var burada. Amma əlbəttə ki, yəni burada skewness məsələsi önəmlidir. Yəni gördüyünüz kimi mənfi olduğu üçün bu sağ quyruqlu bir, daha sol quyruqlu bir datadır. Yəni belə deyək də left skewed data deyirlər də buna. Biraz yəni normal pozulub. Çünki buradan bilirik ki, median riyazi gözləmədən böyükdür. Bu özü bizə müəyyən bir fikir bildirir. Həmçinin kurtosis, yəni 3-dən böyük olduğu üçün datada nə var? Müəyyən bir boşluqlar var. Görürsünüz, yəni məsələn kiçik data biraz çoxdur. Yəni ortada biraz boşluqlar var. Buradan bilirik biz bunu. Buradan dəyərləndirə bilərik. Bu hissədən yəni biz bunu qeyd edə bilirik. Belə. Bir də yəni food expenditure-yə baxa bilərik. Bunu da yəni belə deyək, deskriptiv statistik göstəricilərinə baxa bilərik. Burada da yəni biraz yəni sağa doğru, yəni belə deyək də sağ quyruqlu, daha doğrusu right skewed deyək də buna belə bir datadır. Bu görünən odur ki, burada da yəni kurtosisdə biraz çox da normal deyil. Lakin biz bunu bu hissələrinə fikir vermirik. Əsasən burada normal olaraq qəbul edirik. Normalda deyirik ki, yəni bu data normaldır. Və bir də yəni bu iki datanın, yəni hər iki datanın deməli as qrup verib, yəni qrup olaraq yəni götürdükdə qrafiki nəticələrinə baxırıq biz bunun. İlkin olaraq burada biz box plota baxmaq istəyirik. Yəni box plot olaraq baxırıq. Yəni bu datada outlier'lar varmı? Gördüyünüz kimi income-da var, müəyyən qədər çox kiçik datalar var bizdə. Bu deməli ümumiyyətlə yəni siz analiz edərkən ümumiyyətlə məlumatları yəni ümumiyyətlə yəni müəyyən bir təhlil apararkən bu hissələrə baxmaq çox vacibdir. Yəni deyək ki, məsələn outlier'lar var. Bu outlier'lar nə edəcək? Yəni nə edəcək? Çıxaracaq datadan əlbəttə ki. Lakin mən outlier'lara toxunmuram. İlkin etapda yəni sadəcə sizin üçün fikir yəni formalaşsın deyənə ki, belə bir şey var. Bu metodologiya vasitəsilə bunu çıxara bilərsiniz burada əlbəttə ki. Yəni qrafiki siz verdiyiniz nəticəyə görə çıxara bilərsiniz. Məsələn, burada box plot vermişiksə, box plotu artıq belə deyək də deməli normal şeyə görə əldə edib çıxartmışsınızsa deməli iki cür yəni formula var da. Bir var 2K formulası var, bir də var z-score formulası var ki, yəni deməli şeylərin ortaya çıxarılması üçün, outlier'ların ortaya çıxarılması. Burada outlier'ları avtomatik olaraq ortaya çıxarıb bizə verir. Lakin bunu siz deməli Python yerinə yetirərkən həmin o formulanı vermək lazımdır ki, həmin o outlier'ları üzə çıxartsın və sizə göstərsin və bir də outlier'ları ortaya çıxarmaq və onları çıxartmaq üçün yəni bir pakejlər olmalıdır. Onu da istifadə edə bilirsiniz. Okay. Buradan çıxıram. Deməli, income-dan food expenditure arasında əlaqəyə baxmaq istəyirəm. Deməli, gəlirəm buradan qrafik qurmağa çalışıram. Qrafik olaraq biz scatter plot yaradıram burada. Bu belə bir şey, scatter plot yaradıram. Görünən odur ki, yəni x-dən y arasında bir nə var? Bir xətti asılıq var. Və buradan əlbəttə ki, yəni, biz fit line əlavə edə bilərik, yəni regression line əlavə edib, yəni baxa bilərik ki, burada yəni əlaqəlilik nə formadadır. Görünən odur ki, əldə gəldik müəyyən bir düz xətti əlaqəlilik var. Əlbəttə bizim qeyri-xətti modellərə keçdiyimiz təqdirdə görəcəksiniz ki, burada ümumilikdə biz əgər biz şey haqqında danışırıqsa, deməli, yəni qeyri-xətti model haqqında, bu xətti deyil də, çünki bu qeyri-xəttilik var burada. Yəni mən bunu buradan dəyişməyə çalışacağım, regression line verirəm. Məsələn, regression line kimi vermirəm, verirəm bunu de ki, power kimi verirəm də, yəni kvadratik kimi versəm, yəni y-in transformasiyası yox, x-in
transformasiyasını power kimi versəm nə olacaq? Bizdə xətt biraz dəyişəcək. Əlbəttə ki, bu daha biraz uyğun olacaq. Daha biraz dəyişməyə çalışsam, buradan yəni power 3 qoysam, yəni baxın, daha da bu modeli daha gözəl ifadə edir. Görürsünüz, yəni başlanğıc nöqtəni ifadə edir. Lakin biz bunu normalda yəni xətti kimi götürürük. Əlbəttə ki, yəni bizim burada yəni non veririk. Bizə ehtiyac yoxdur bu dəqiqə onu o formada vermir. Qeyri-xətti modellər haqqında danışacağıq. Lakin gördüyünüz kimi burada yəni outlier'lar var və s. və axır, yəni qırağa çıxan datalar var və s. və axır. Onlar nəzərə alınmalıdır reqressiya xəttində. Biz qəbul edək ki, bu bizdə yəni normal bir datadır. Arasında bir xətti əlaqə var və s. Bu formada götürülür. Okay. İndi bu data arasında biz nə edəcəyik? Yəni xətti reqressiya modelini quracağıq. Okay. Gəlin bunu çıxaq buradan. Demək, gəlirik quick hissəsinə. Quick hissəsində biz estimate equation veririk. Bizim deməli food expenditure bizdə Y rolunu oynayır. Çünki biz modeli qurarkən yəni Y-i yəni təsbit etməliyik. Sonra C bizdə nədir? Yəni baxın, burada keçən dərslərimizdə də qeyd etmişdim də, burada bir dəfə də yəni qeyd etməyə çalışıram. Yəni buradakı parametrləri qeyd etməyə çalışıram. Deyək ki, məsələn, Y bərabərdir beta 0 üstə gəlsin beta 1 olsun x üstə gəlsin error. Okay, Y-i bəlliləri, bu Y budur. Okay. Beta 0 nə olmalıdır? Beta 0 bizdə constantdır. Görürsünüz, qabaqca yəni Evis proqram təminatını bunu avtomatik bizə verir. Onu qeyd etdik, görürsünüz, C kimi burada qeyd etdik. Bir də X-i təsbit etməli. X-imiz nədir? Onu qeyd etməli. X-imiz də bizdə, yəni əlbəttə ki, income datasıdır. Onu burada əlavə edirik. Və regression output-u burada yəni heç bir şeye toxunmadan burada əlbəttə ki, yəni bəzi digər yəni göstəricilər var da, bizə ehtiyac yoxdur bunlara, hazırki vəziyyət dəyişmə. OK verəndən sonra yəni nəyi əldə edirik biz? Bizim regression output-u əldə edirik ki, indi bu regression output üzərindən biz bəzi qiymətləndirmələri həyata keçirəcəyik. İlkin olaraq, yəni ümumilikdə modelin əhəmiyyətliyini dəyərləndirmək üçün, bilmək üçün, yəni bizim baxdığımız vacib olaraq, yəni dərk etməli olduğumuz məsələ burada, yəni R-square-dır. R-square burada 38,5%, yəni 100%-ə vuranda buradan bəlli olur. 38,5% nəticə deməli göstərir burada. Yəni göstərir ki, ümumi yəni bizim total sum of squares var da, o total sum of square'dan yəni nə qədər azalır? Ümumi datamız bizim total sum of square'dan nə qədər azaldır? Deməli 38,5%. Yəni bizim yəni gəlirlərimiz, yəni daha doğrusu bu datadakı yəni 40 nəfərin yəni gəliri, həftəlik gəlirləri, onlar həftəlik xərclərini nə qədər izah edir? Yəni 38,5% izah edir. Yəni geri qalan 61,5%-i yəni izah edə bilmir. Yəni əlbəttə ki, yəni burada artıq müəyyən bir mühakimələr yürütmək olar ki, yəni tamam, burada bizim xərclərimiz yalnız gəlirlər mi təsir edir? Xeyr, bayram ola bilər, həmin ayda bizim deməli sağlamlıq problemi ola bilər. Bəlkə məsələn hər hansı bir yəni istirahət etməyim ola bilər. Həmin ayda məzuniyyət varmı yoxsa yoxmu və s. Yəni bu kimi parametrlər çox təsir edə bilər əlbəttə ki. Bəlkə həmin vaxtda soyuqdurma getib paltarımı aldığım və s. və axır. Bunlar təsir edə bilər. Bunlar kənar faktorlardır. Lakin bizim food expenditure təsir edən nə? Bizim income-mızdır. Və burada fikir versəniz, yəni 1%-dir ki, məsələn bizim əgər bir belə deyək də vahid bizim gəlirlərimiz artırsa, dansı, yəni 100 dollar, yəni bir var artırsa, bizim xərclərimiz nə qədər artır? Yəni 10 vurulsun, yəni o qədər bizdə artım olur. Və əlbəttə ki, bizim yəni bir həftə ərzində, məsələn bunu manat kimi götürsək, bir həftə ərzində bizim heç bir xərcimiz yoxdursa, bizim gəlirlərimiz nə qədər dəyişir? Yəni bunu bu formada götürsək, bunu əlbəttə ki, 100-ə bölmək lazımdır. Çünki bizim datamız 100-ə bölünmüş şəkildədir deyənə 100-ə bölmək lazımdır. Və əgər biz income bizdə yəni 100 dollar artırsa, yəni bir qədər artırsa, 100 dollar artırsa, onda bizim xərclərimiz yəni 10 manat artır. Yəni hər 1 manat artan xərclər bizim xərclərimiz 10 manat artır. Əlbəttə ki, yəni bunu daha məsələn bu formada çaşmayasınız deyə, məsələn, mən sizə tövsiyə edərdim ki, datanın içinə gələk, bir də qayıdaq buradan, məsələn, food datası var. Bayaq dediyim kimi sizə
100-ə vurmaqla, yəni qarışdırmayasınız deyə bunu etmək olar. Gəlin bunu açım, mən təzədən bir 100-ə vurum ki, yəni heç bir, yəni orada bir problem yaşamayasınız. Yəni başa düşülməsində, anlanmasında 100-ə vururam. Okay. Okay. Belə bir şey yaradıram buradan. Təzədən yenə bura qayıdıram. Evyus proqram təminatına qayıdıram. Buradan deməli food datasını götürürəm. Okay. Food datasını götürürəm. Bəli. Bir problem yoxdur bizim datada. Eyni ilə yəni həmin o regression output-u yerinə yetirməyə çalışıram. Yəni food expenditure C və income. Burada artıq yəni heç bir şeyə toxunmadığım üçün yerində də görürsünüz. Yəni görürsünüz, yəni 100-ə bölmək lazım olduğunu buradan mən qeyd etməyə çalışıram. Yəni 100-ə bölmək lazımdır ki, yəni siz real nəticəni görəsiniz. Görürsünüz, yəni yenə də parametrlərdə bir dəyişiklik yoxdur. Yəni yerində qalır. Yəni bu formada verməmiz daha yaxşıdır əlbəttə ki, yəni anlamaq üçün. Demək, baxın, deməli income dediyimiz kimi, yəni bu biz reprezentativliyini göstərsə ki, model necə görsənir, buradan girib view hissəsindən representation hissəsinə baxsaq, bizim regressiya modelimiz necə görsənəcək bu formada. Yəni food expenditure bərabərdir 83,1416 ki, böyük göstərir burada 8 dənə rəqəm. Daha az da göstərə bilər, onu dəyişmək lazımdır. 0,102 geri qalanlarını dəymirəm, vurulsun income. Yəni biz əgər deyirik ki, bizim əgər gəlirimiz $100 artırsa, yəni $1 artırsa, bizim xərcimiz nə qədər artacaq? Yəni 10 köpük artacaq, 10 sent artacaq. Yəni $100, $1 artan şey üçün bizim yəni artımımız nə qədər olacaq? $1 artıma görə 10 sent bizim xərcimiz artacaq. Deməli, əgər biz $100 artırırıqsa, 100, bunu 100-ə vurursa nə olacaq? 10,2 bizim nə artacaq? Xərcimiz artacaq. Yəni bu modelin, yəni deməli estimation output representation bu formadadır. Yəni bu formadadır. Okay. Və bayaq dediyim kimi mən buradan yəni R-square-ın qiymətləndirilməsini dedim. Yəni bu bizim nə qədər yəni vacibdir onu göstərir. Həmçinin belə bir bizim deməli elastiklik var. Yəni bizim gəlirlərimiz bizim xərclərimizdən nə qədər asılıdır, nə qədər elastikdir. Ona baxmaq üçün, yəni elastikliyin formulası vardır. Bilirsiniz ki, elastiklik bərabərdir. Yəni beta koeffisient vurulsun x orta bölünsün y orta. Okay. Bu formulanı ələ alsaq, yəni biz buradan bu formulanı alsaq, income və food expenditure baxsaq, yəni qrup kimi götürsək və bunların deməli common belə deyək də sample kimi götürsək bu formada, biz bu formulanı buradan rahat hesab edə bilərik. Yəni elastiklik nəyə bərabərdir? Bizim beta 0 koeffisiyentimiz nə idi bizim burada? Deməli 0,102. Okay, yəni bunu belə elə qəbul edək. 0,102. Tamam. 0,102 vurulsun x orta bizi nə qədərdir? Deməli 1960.475 vurulsun, bölünsün içə 283.574 belə götürək də bu formada. Bunu indi hesablayası olsa, yəni mən buradan indi kalkulyatora götürməyə çalışacağım. Tamam, bizim belə bir, yəni data üzərindən bunu yerinə yetirək. Gəlin bunu belə götürək. Deməli 0,102, daha sonra 0,102 vurulsun 1960.475 bölünsün 283.574 bu formada bərabərdir versək. Deməli bizim deməli elastiklik nədir? 0,7. Yəni bunu buraya yaza bilərik. Elastiklik, yəni rəngin dəyişimi biraz ağ olsun. Okay. Elastiklik bərabər nəyə? 0,705. Yəni 70,5%. 70,5%. Bu nəyi bildirir? Baxın, biz əldə etdiyimiz nəticəyə görə biz tamam, bağlayıram bu hissələr. Bu da bizə lazım deyil. No verək, yes verək doğrusu. Bizim əldə etdiyimiz nəticəyə görə bizim buradakı yəni
parametrə görə dedik ki, yəni elastiklik bərabər hesabladıq ki, 0,70 bu formada, 10.000-də 705. 1000-də də olur, 705. 70,5%. Yəni 70,5% nədir? Elastiklik göstərir. Yəni bizim xərclərimiz, yəni bundan söhbət gedir. Bizim xərclərimiz bizim gəlirlərimizdən nə qədər yəni elastikdir? Deməli 70,5%. Yəni bu o deməkdir ki, yəni bu birdən, yəni elastiklik nədir? Bizə elastiklik birdən kiçikdir. Birdən kiçikdirsə onda yenə də bir də yəni belə deyək də iqtisadi biliklərimizi xatırlasaq görəcəyik ki, burada yəni elastiklik birdən kiçik olan yəni məhsullar nədir? Daha çox yəni gündəlik ehtiyac olan məhsullardır. Yəni gündəlik ehtiyac olan məhsullarda elastikliyi aşağıdır. Yəni biz deyək ki, məsələn, bilirsiniz, yəni dövlətin inhisarında olan bəzi şeylər var. Məsələn, deyək ki, çörəyin qiyməti, məsələn, yəni yumurtanın qiyməti və ya ki, məsələn, belə deyək də, benzinin qiyməti olsun, qaz pulu, işıq pulu, su pulu və s. Bunlar nədir? Elastikliyi aşağı olan məhsullardır. Məsələn, siz nə etsəniz də, sizin aylıq, yəni nəyiniz var, belə deyək də, xərcləriniz var, hansı ki, qida xərcləriniz var, yeməsəz yaşaya bilməzsiniz. Bu bir, yəni, şərtdir, yəni insanlıq halıdır bu. Və siz həmin məqamda nə edirsiniz? Yəni, həmin o deməli sizin xərcləriniz gəlirlərinizdən nədir? Yəni aslı elastiklik, yəni azdır, yəni daha doğrusu birdən kiçikdir. Yəni çox elastik deyil. Yəni çox, yəni bunu ingiliscə belə deyək də, flexibility deyək də. Deyil. Yəni siz nə etsəniz də, hətta gəlirləriniz olmasa belə yenə də o xərcləri etmə məcburiyyətinizdəsiniz. Yəni elə şeylər ola bilər ki, lakin elə şeylər ola bilər ki, məsələn elastikliyi ola bilər 1-ə bərabər və böyük olsun, yəni 2 olsun, 3 olsun və s. Bunlar hansı məhsullardır? Bunlar lüks məhsullardır. Məsələn də ki, teatra getmək, kinoya getmək, maşın almaq, evə, yəni belə deyək də o türklərin bir sözü vardır, bəyaz əşyalar deyilirdi. Bəyaz əşya almaq məsələsi var. Yəni bəyaz əşyalar almaq, o bəyaz əşyaların elastikliyi daha yuxarıdır. Və belə ki, yəni belə deyək də, əgər həmin ayda sizin ehtiyaclarınız varsa, sizin daha çox yəni qida ehtiyaclarınız varsa, əlbəttə ki, siz yəni kafeyə getməzsiniz, restorana getməzsiniz. Daha çox birinci, yəni ümdə ehtiyaclarınız nədirsə, onu deməli həyata keçirməyə çalışacaqsınız. Okay, belə. Digər parametr bizi burada nədir? Yəni bu datada bizim digər parametrimiz nədir? Digər parametr burada bizdə sum square error, ki, standard error of regression'dır. Yenə də bu qiymət nə ilə müqayisə olunur? Yəni food expenditure yoxdur mu? Bunun deməli intervalı ilə müqayisə olunur. Yəni bunun intervalına baxaq bir də. Deməli gəlin bura gələk, food expenditure-yə baxaq. Food expenditure. Bunun intervalına baxmağa çalışaq, statistikasına baxmağa çalışaq. Minimum qiymət burada fikir versəniz, minimum qiymət burada deməli 109-dur. Maksimum nədir? 587. Deməli bu özü göstərir ki, model əhəmiyyətlidir. Yəni bu parametr. Həmçinin F statistikaya baxın, onun p-valuesuna baxın, çox kiçik bir qiymətdir. Bu da göstərir ki, ümumilikdə in overall, yəni model əhəmiyyətlidir. Model əhəmiyyətlidir. Və burada əhəmiyyətli olmayan bircə yəni parametr ondan ibarətdir ki, yəni bu probability of constant, belə deyək də, bu beta 0 koeffisient. Yəni bizim heç bir xərcimiz olmasa, daha gəlirimiz olmasa, xərcimiz 83 manat ya ki dollar olacaq. Yəni bu biraz yəni çox da əhəmiyyətlidir. Normalda yəni belə deyək də biz burada yəni belə deyək, alfa level olaraq 5% qoyduğumuz üçün bu parametrin əhəmiyyətli götürmür. Amma biz alfa level 10% qoysaq, əlbəttə ki, bu parametr bizim üçün əhəmiyyətli olmuş olacaqdır. Bu hissəyə də yəni diqqət yetirmək lazımdır. Yəni model parametrinin qiymətləndirilməsi üçün. Gəldik, çıxdıq bizim digər bir qiymətləndirməmiz o nədən ibarətdir? Bizim yəni deməli əsas o belə deyək, Gauss-Markov şərtlərinin yoxlanılması. Biz yəni iki data arasındakı asılığa baxdıq bayaq. Deməli income expenditure, bunlar arasındakı xəttilik məsələsinə baxdıq. Yəni burada bir də baxmağa çalışırıq, yəni skater kimi. Ki görünən odur ki, yəni müəyyən qədər xəttilik var. Tamam, biz bunu xətti kimi qəbul edirik, amma tam olaraq da xəttilik deyil. Müəyyən bir əyri belə yuxarıya qalxır bu. Yəni biraz asılılıq dəyişilir burada. Adətən yəni belə olur. Yəni real datalarda qeyri-xətti olur. Xətti kimi qəbul edirik bunu. Və bir də burada residual analizə baxırıq. Yəni residual graf belə bir qrafika var. Qalıqların, yəni belə deyək də, qrafikinə baxırıq. Qalıqların paylanmasına baxırıq və
öyrəndiklərimizin burada belə deyək də, öyrəndiklərimizin burada tətbiqinə baxsaq, simvolları götürdüm. Burada yəni ölçünü böyüdək biraz. Okay. Öyrəndiklərimizə baxsaq burada birinci burada yəni normalda yəni xəttilik prinsipi pozulur. Yəni siz baxsanız buradan 2 dənə xətt atırıq. Gəlin mən buradan 2 dənə xətt atıram. Birini yuxarıdan atıram. Yəni belə bu formada. Daha sonra belə götürək də buradan götürək. Birini aşağıdan atıram. Yəni eyni deməli şey üzrə gedirəm. 100 üzrə götürək də. Gördüyünüz kimi yəni əvvəlcə yəni dağınıqlıq görürsüz aşağıdadır, amma sonradan getdikcə yəni nə edir çıxır yəni datadan. Bu çox güman ki yəni outlierə görədir və bir də asılılığın yəni xətti olmamasına görədir. Əlbəttə ki burada normallıq da pozulur. Əlbəttə ki burada yəni heteroskedastiklik var. Məsələn siz fikir versəniz burada datanın yəni nə olur? Ağzı get-gedə yəni bu formada açılır. Yəni bu formada açılır. Bu heteroskedastiklik problemini göstərir. Ümumiyyətlə yəni investigation edərkən yəni buna fikir vermək lazım. Yəni datanı investigate edəndə, yəni yoxlayanda buna fikir vermək lazımdır ki, siz məlumatınızı məsələn görürsüz bu intervalı görürsüz və 100 ilə 100 arası bir xətt çəkilib. Görürsüz bundan çıxıb bura. Yəni buna fikir vermək lazımdır. Yəni burada həm xəttilik pozulub, həm deməli qalıqlar arasında asılılıq, yəni belə də errorların arasındakı asılılıq pozulub burada. Yəni constant varians yoxdur. Məsələn burada azdır, amma burada daha çoxdur, burada daha çoxdur varians. Get-gedə dəyişir burada. Və həmçində independence belə deyək də müstəqillik, yəni də bir x error arasında yəni müstəqillik yoxdur. Məsələn siz bunu necə yoxlaya bilərsiniz? Gəlin mən bunu bir də sizə göstərməyə çalışım. Deyək ki, məsələn, mən bunu no verirəm, bir dəqiqə, buradan estimation output-a gəlirəm. Və əlbəttə ki, yəni buradan bunu yes verək. Amma burada residual görürsünüz. Biz residualı hardan aldıq? Yəni bu deməli şeyə görə də, deməli bu nəticəyə görə buradan residual aldıq. İndi residuala baxaq və bir də nəyə baxın? Bizim x-imiz var. Bu iki dənə dəyişənə baxaq. Yəni bunları ikisini götürək. Yəni income-dan residual götürək bunları. Open as group verək, belə verək. Və bunların arasındakı yəni korrelyasiyaya baxaq. Da correlationa baxaq. Correlationa baxaq. Gördüyünüz kimi bunların arasında yəni korrelyasiya nədir? Zəifdir. Əslində qalanda korrelyasiya var. Lakin bir 20% təqribən belə ki, mənfi asılılıq var. Yəni bunların arasındakı asılılıq nədir? 0 olmalıdır. Yəni bir də qayıtsaq bura, kovariasiya analizi etsək, ikisini də götürsək, yəni nə var burada aralığında? Kovariasiya var. Yəni müəyyən qədər kovariasiya var. Yuxarıdakı kovariasiya da, aşağıdakı korrelyasiya da. Yəni müəyyən qədər kovariasiya var. Bu datanı başa düşmək üçün Excel deməli Excel-i açmaq olar. Buradan bu hər iki dataya baxmaq olar ki, bu nə ifadə edir? Tak, bunu götürsək, Excel açılsın. Mən o Excel-dən indi onu göstərməyə çalışacağım. Tak, okey. Bu scientific datadır. Biz bunun normal, yəni rəqəmə çevirsək, tamam, kiçik datadır, bəli, çox kiçik datadır. Bəli, asılılıq yoxdur. Asılılıq yoxdur, amma bəzi parametrlərin burada pozulması var. Dediyim kimi də o deməli residual analysis edərkən orada o hissəyə yəni fikir vermək lazımdır ki, yəni nəsə pozulub orada. Yəni görürsüz, yəni mən bayaq residual qrafiyi göstərdim də, görürsüz burada pozulma var, yəni normalda yəni şeydən çıxma var, yəni xəttdən çıxma var. Getdikcə yəni dəyişiklik var. Və o problemlərdə yəni gələcək dərslərimizdə inşallah ki biz onu yəni belə deyək də qiymətləndirməyə çalışacağıq. Belə yəni biz bunu bir öyrəndiklərimizi yəni belə deyək də sum up etsək, yəni biz burada yəni müəyyən bir parametrlərin qiymətləndirilməsinə baxsaq, necə onun yerinə yetirilməsinə baxdıq və yəni modeli yəni əhəmiyyətliyini burada yoxladıq. Yəni EBUS-da eyni şeyi siz yəni Excel-də də eləyə bilərsiniz, bir problem yoxdur. Eyni nəticəni siz əldə edəcəksiniz, yəni heç bir problem yoxdur. Belə, suallarınız olduqca yəni komment hissəsinə yaza bilərsiniz, soruşa bilərsiniz. Bu dərsimiz yəni burada yəni yekunlaşır. İnşallah növbəti dərsdə artıq yəni çox ölçülü reqressiya modelindən başlayaraq yəni izahlar verməyə çalışacağam. Hər birinizə təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun.